Hindistanda yaranmış Türk dövləti. Türk mənşəli Hindistanda yaranmış dövlət. Hindistan Sultanlığı, yəni Dehli Sultanlığı. Mövzumuz Dehli Sultanlığıdır. Xəritədə diqqət ediriksə, Dehli Sultanlığı harda yerləşir? Hindistanın ərazisində. Dehli Sultanlığı mərkəzi Dehli və Divugir şəhərləri. Hələ 4-cü əsrdən başlayaraq Hindistan yarımadasının şimalı, yəni Pakistan və ona bitişik bölgələr Cənubi Asiyada türklərin ən çox diqqət yetirdikləri ərazilərdən biri idi. 11-ci əsrin əvvəllərində bu bölgə müsəlman türk sülaləsi olan Qəznəlilər tərəfindən fəth olundu. Əvvəlcə yadımıza salaq, Hindistanın şimal-qərbinə kimlər getmişdi? Ta qədimdən eradan əvvəl 327-ci ildə Makedoniyalı İskəndər. Sonra dedik ki, 6-cı əsrin əvvəlində Mihraqul xan, yəni Axunlar. Sonra dedik ki, 11-ci əsrdə Mahmud Qəznəli, hələ Mahmud Qəznəlidən, yəni bu türklərin gedişidir. Ərəblərin də gedişini, Əməvilər dövründə Hindistanın şimal-qərbinə gedişini öyrəndik və türk mənşəli sülalədən danışırıqsa, 11-ci əsrdə də Mahmud Qəznəlinin dövründə Hindistanın şimal-qərbi ələ keçirildi. Amma bu gedənlər hamısı sadəcə şimal-qərbinə diqqət edib, bütöv Hindistan yox, şimal-qərbinə qədər gedib çıxıblar. Demək, 11-ci əsrdə bu bölgə müsəlman türk sülaləsi olan Qəznəlilər tərəfindən fəth olundu. Şimali Hindistanda Qəznəlilərin hakimiyyəti başqa bir türk sülaləsi olan Qurullar davam etdirdi. Bilirik ki, Qəznəlilərin varlığına Qurullar son qoydu. Demək, onların davamını Qurullar gətirdi. Qurullar da Qəznəlilər kimi ordu quruculuğunda daha çox öz soydaşlarına, yəni türklərə üstünlük verir, bölgədə İslam dininin yayılmasına diqqət yetirirdilər. Onların bəziləri qul bazarlarından satın alınır, hərbi təlim keçib, təhsil verildikdən sonra orduya cəlb olunurdu. Bu döyüşçülər məmlük və ya qulam adlanırdı. Demək, orduya cəlb olunan bu döyüşçülər, xüsusi hərbi təlim keçmiş bu döyüşçülər məmlük və ya qulam adlanırdı. Belə məmlük döyüşçülərdən biri də Qütbəddin Aybək Türkman idi. O doğma türk dili ilə yanaşı, ərəb və fars dillərini də gözəl bilirdi. Qurullar dövlətinin sonuncu hökmdarı Məhəmmədin bir Hindli tərəfindən xaincəsinə qətlə yetirilməsindən sonra hakimiyyətə Qütbəddin Aybək Türkman gəldi. Qütbəddin Aybək tərəfindən əsası 1206-cı ildə qoyulmuş dövlət Dehli, bəzən isə Hindistan Sultanlığı adlandı. Dehli Sultanlığı biri digərini əvəz etmiş, müxtəlif türk sülalələri tərəfindən idarə olunmuş, 15-ci əsrin ortalarında isə hakimiyyət Əfqan mənşəli sülalələrin əlinə keçmişdi. Deməli, hakimiyyət Əfqan mənşəli tayfaların əlinə, sülalələrin əlinə nə vaxt keçibdi? 15-ci əsrin ortalarında, 1450-ci illərdə. Məmlüklər sülaləsinin hakimiyyəti dövründə, hakimiyyət illərini mütləq yadda saxlayırıq, bu sülalə 1206-dan dövlət yaranandan 1290-a qədər hakimiyyətdə olubdur. İndiki Pakistan və ona qonşu ərazilərdə türk dilinin və İslam dilinin yayılmasına xüsusi diqqət yetirilibdir. Qütbəddin Aybək özünün saray tarixçisinə türklərin dili, tarixi, adət və ənənələrindən bəhs edən əsər yazdırmışdı. Qütbəddin Aybəkdən sonra hakimiyyətə onun kürəkəni Şəmsəddin Eltutmuş gəldi. Şəmsəddin Eltutmuş 1211-1236-cı illərdə hakimiyyətdə olubdu. O qərbdə Monqol hücumlarını dəf etməklə yanaşı, şərq istiqamətində dövlətin ərazilərini daha da genişləndirdi. Eltutmuş Monqol hücumlarına qarşı mübarizə aparan Xarəzmşah Cəlaləddinə öz ərazisinə sığınacaq verdi. Baxın, Eltutmuş elini tutandı. Demək, Xarəzmşah Cəlaləddinə öz ərazisinə sığınacaq veribdi. Abbasi xəlifəsi ilə sıx dostluq əlaqələri yaradıbdı. Baxın, əl tutubdu. Əlini tutub, Abbasi xəlifəsinin əlindən tutubdu. Yəni, xəlifəsindən sıx dostluq əlaqələri yaradıb. Kim? El tutmuş. Yəni, bunun kim olduğu yadımızdan çıxanda bunlarla yadda saxlaya bilərik. O, hələ sağ ikən qızı Raziyəni öz vələhdi elan eləmişdi. Məhz Türk İslam dünyasında da ilk qadın hökmdarlardan olmuş Raziyə Sultanın hakimiyyəti dövründə ölkədə daxili çəkişmələr artdı. Hərbiçilərin köməyi ilə hakimiyyətə Qiyasəddin Balaban gəldi ki, onun dövründə dövlətin parçalanmasının qarşısı alındı. Daxili ixtişaşları yatırtdı. O, nəinki qiyamçı Hind feodallarını, həm də ölkəyə soxulmuş Monqolları darmadağın etdi. Deməli,
Monqolları darmadağın edən kim oldu? Məhz Qiyasəddin Balaban oldu. Həm Qiyamçı Hind feodallarını, həm də ölkəsi olmuş Monqolları darmadağın etdi. Baxın, deməli Monqollar Hindistana yürüş eləyibdi. Bəzən sual düşür, uşaqlar deyir müəllim, Monqollar Hindistana nə zaman yürüş eləyib? Dehlinin varlığında Monqollar Hindistana yürüş eləyibdi. Və elə Monqollarla mübarizə aparan kimi kimləri gördük? Şəmsəddin Eltutmuşu gördük. Bayaq da qeyd elədik ki, Şəmsəddin Eltutmuş şərq istiqaməti əraziləri də genişləndirir. Eyni zamanda da Monqol hücumlarını dəf edibdi. Sonra deməli Qiyasəddin Balabanda gördük, darmadağın elədi və bundan sonra Əlaəddin Xələcin də dövründə görəcək ki, Monqol təhlükəsini tamamilə dəf edibdi. Demək, Monqol Dehli Sultanlığının yüksəlişindən danışaq. İndiki Pakistan və ona bitişik ərazilərə soxulmaq istəyən Monqollara qarşı mübarizə Dehli Sultanlığında hakimiyyətə gəlmiş Xələclər sülaləsi dövründə də davam etdi. Demək, həm Məmlüklərdə, həm Xələclərdə Monqollara qarşı mübarizə aparılıbdı. Bu sülalənin nümayəndəsi olmuş Əlaəddin Xələc ölkəyə soxulmuş Monqolları dəf etməklə yanaşı cənub istiqamətində fəthləri davam etdirərək dövlətin ərazisini daha da genişləndirmişdi. O hərbi xidmətə görə verilən torpaqları zəmindar adlanan feodalların əlindən alaraq hərbiçilərə qulluq müqabilində pul şəklində maaş vermişdi. Deməli, Əlaəddin Xələc belə bir iş görür. Bu Nadir Şahda da var. Hərbi xidmətə görə ki, torpaqlar verilmirdi. Həmin torpaqları alan sahibkar zəmindar adlanırdı. Həmin zəmindarların əllərindən, zəmindar adlanan feodalların əlindən hərbi xidmətə görə verilən torpaqları əlindən alır. Deyirsə, indən belə hərbi xidmətinizin müqabilində pul verəcəm. Maaş qismində pul verəcəm. Məhsul bolluğu yaratmaq üçün də zəmindarlardan alınan torpaqlar kəndlərə icarəyə verilir ki, kəndlər onu əkib becərsinlər. 14-cü əsrin əvvəllərində Dehli Sultanlığının ərazisi xeyli genişlənsə də, istər türk müsəlman, istərsə də hindli əhalinin dövlət yeritdiyi siyasətdən narazılığı artmağa başladı. 14-cü əsrin 80-ci illərində başlayan daxili çəkişmələr hindli əhalinin qiyamları dövləti zəiflətdi. Demək, bunlar türkdür axı. Türklərin hakimiyyəti olan hindli əhalinin qiyamları 14-cü əsrin 80-ci illərində eyni zamanda daxili ixtişaşlar dövləti zəiflətdi. Bir çox türk müsəlman feodalları mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırdı. Cənubda xırda müstəqil Hind dövlətləri yaranmağa başladı. Cənubda da demək, müstəqil dövlətlər yaranmağa başlayır. Dehli Sultanlığının uzun sürən tənəzzül dövrü başlandı. 14-cü əsrin demək 80-ci illərdən artıq tənəzzülə doğru gedibdi. 14-cü əsrin sonlarında Əmir Teymurun Dehli Sultan torpaqlarına yürüşü dövləti daha da zəiflətdi və dərin iqtisadi böhrana səbəb oldu. Demək, Teymurun yürüşü dövləti daha da zəiflədir və dərin iqtisadi böhrana səbəb olur. 15-ci əsrin ortalarından başlayaraq Dehli Sultanlığının ərazisi bir neçə dəfə kiçilir. Demək, ərazisinin kiçilməyi isə 15-ci əsrin ortalarından başlayaraqdır. Müsəlman və hindli feodallar arasında mübarizə daha da kəskinləşir, lakin Hindistan yarımadasının istər şimalındakı və mərkəzindəki nüfuzunu itirmiş müsəlman əmirləri, istərsə də cənubunda möhkəmlənən Hind racələri ölkəni birləşdirməyə bacara bilmirlər. 7-ci sinif məlumatlarında da Sultanlığın 1206-cı ildə Qıpçaq türkü olan Qütbəddin Aybək tərəfindən yaradılması, Aybəkin türk əhalisinin sayını artırmaq, türk dilini hakim dil etmək üçün çalışmasından danışılır. Onun İslam dininin Hindistanda geniş yayılmasına böyük xidmətlər olub. Deməli, məhz Aybəkin dövründə İslam dini Hindistanda geniş yayılıbdır. Aybəkin varisi olmadığından Eltutmuşun hakimiyyətə gəlməsi, Eltutmuşun dövründə Şimali Hindistanda bəzi əraziləri tutaraq mövqeyini möhkəmləndirib Monqol təhlükəsinin qarşısını alması barədə məlumatlar verilib ki, bayaq da bundan qeyd elədik ki, deməli, Eltutmuş elə Monqol hücumlarından canlarını qurtarmaq istəyən xeyli sayda türk tayfalarının qəbul etmiş və Şimali Hindistanda türk mədəni həyatının davamlılığını təmin etmişdir. Baxın, bu Qütb Minar məqbərəsidir. Qütb Minar məqbərəsi də hara aiddir? Dehli Sultanlığına aiddir. 13-cü əsrin sonlarında hakimiyyətə gələn Əlaəddin Xələc uğurlu hərbi əməliyyatlar keçirərək Cənubi Hindistanı tabe edib. Baxın, biz indiyə qədər deyil, Hindistanda davamlı yürüşlər olub, amma hamısı şimal-qərbi tutub. Demək, Cənubi Hindistanı tabe edən kim olubdu? Əlaəddin Xələc olubdu ki, Cənubi Hindistanı tabe edibdi. Yadımıza salaq, görəsən Cənubi Çini tabe edən kim olmuşdu? Bu, Monqollarda Xubilay xan olmuşdu. Aha, deməli, Sultan Əlaəddin özünün hakimiyyəti dövründə kifayət qədər uğur qazanmışdı. O, vergi sistemini nizama salmış, ölkə iqtisadiyyatını sabitləşdirmiş, Monqol təhlükəsinin qarşısı tamamilə almışdı. Baxın, təhlükəni sovuran bir çoxları var, amma tamamilə alan məhz Eltutmuş olubdu. Eltutmuş nədir, üzr istəyirəm, Əlaəddin Xələc olub. Deməli, Monqol təhlükəsini alan Eltutmuşda da var idi.
Amma tamamilə almaq deyəndə əlaydın xələc deyirik. 14-cü əsrin sonlarında Dehli sultanlığının zəifləməsindən istifadə edən Əmir Teymur buraya hücum elədi, qarətlər törətdi. Əmir Teymurun Dehlini qarət etməsi ölkədə vəziyyət daha da ağırlaşdırdı. Bəzi ərazilər ayrılaraq müstəqil olmuşdu. Bunu da bayaq qeyd eləmişdik. Dehli sultanın idarə edilməsindən danışsaq, özündən əvvəlki türk müsəlman dövlətləri kimi feodal monarxiyası idi. Müsəlmanlar dövlət xalqı, Hindlər isə himayə götürülmüş xalq hesab olunurdu. Bəzi Hind racələrinə daxili idarəçilikdə müstəqillik verilmişdi. Dövləti sultan idarə edir, mülki və hərbi işlərə baş vəzir rəhbərliyi edirdi. Ölkə vilayətlər dairələrə bölünürdü. Vilayətlər valilər, dairələr isə rəislər tərəfindən idarə olunurdu. Müsəlmanlarla bağlı məhkəmə işlərini qazılar, Hindli əhali ilə bağlı məhkəmə işlərini isə dövlət tərəfindən xüsusi olaraq ayrılmış məmurlar həyata keçirirdi. Dehli sultanları çarxana adlanan sənətkarlıq müəssisələrinin artmasına xüsusi diqqət yetirirdilər. Torpaq mülkiyyət formaları hansılardır? Dövlət torpaqları, xas, iqta, mülk, vəqf, icma. Bunları da oxuyarıq. Demək olar ki, davamlı olaraq eynilik təşkil edir bu torpaq sahibliyi. Deməli, Böyük Moğol dövləti. 16-cı əsrin əvvəllərində Hindistanda dağınıq halda olan Dehli sultanlığı və bir sıra müstəqil hakimlər var idi. Əmir Teymurun nəslindən olan Babur 1526-cı ildə Dehli sultanına hücum elədi. Hələcə döyüş Panipat yaxınında baş verdi. Babur qalib gələrək Dehli sultanın varına son qoydu. Amma buna Babur şah deyə bilmərik. Çünki son qoyanda hələ şah deyildi. Moğol hələ dövlət deyildi. Son qoyduqdan sonra dövlətə çevrilib Babur da şah olubdu. Deməli, Hindistanda yeni türk dövlətinin, Böyük Moğol dövlətinin əsası qoyuldu. Agra yeni dövlətin paytaxtı oldu. Babur Şah bir sıra Hind hakimlərini məğlub edib Hindistanda hakimiyyətini gücləndirdi. Deməli, Hindistanda hakimiyyətini gücləndirən kim olub? Babur Şah. Yeni dövlətin əsasını kim qoydu? Babur. Deməli, onun Baburnaməsi olubdu. Bu da deyirik ki, Yuri Sezarın xatirələrinə oxşuyubdu. Danışaq əsas kimdən? Əkbər Şahın hakimiyyətindən. Əkbər Şahın hakimiyyəti illəri 1556-1605-ci illəri əhatə edibdi. Böyük Moğol dövlətinin ən güclü dövrü hesab olunur. O lazımi tədbirlər görərək daxili sabitliyi təmin edib, sosial dəyişikliklər nəticəsində Hindistana dini dözümlülük möhkəmləndirilib, hindlilərlə müsəlmanların hüquq bərabərliyi təmin olunubdu. Deməli, məhz Əkbər Şahın dövründə hindlilərlə müsəlmanların hüquq bərabərliyi təmin olunub, dini dözümlülük möhkəmləndirilibdir. Əkbər Şah uğurlu xarici siyasət yürüdərək Osmanlı, Səfəvi, Özbək, Portuqaliya dövlətləri ilə yaxşı əlaqələr qurubdur. Və 10-cu sinifdə də verildiyi məlumata əsasən Hindistanda 16-cı əsrin əvvəlində vahid dövlət yox idi. Ölkədəki dövlətlərin ən böyüyü Dehli sultanlığı idi. Sonuncu Dehli sultanı İbrahim Ludi hakimiyyəti gücləndirmək üçün iri feodallar və əyanlarla barışmaz mübarizəyə başlayır. Buna görə də iri feodallar Kabul hakimi Zahirəddin Babura müraciət edib, onları sultanın zorakılığından xilas etməyə xahiş edirlər. Hindistana hücum edən Babur 1526-cı ildə Panipat döyüşündə, yadımıza salaq görüb 1526 Osmanlı tarixində nə olubdu? Panipat döyüşündə İbrahim Ludinin qoşunu darmadağın etdi, Böyük Moğol dövlətinin əsasını qoydu. Tezliklə Babur Şimali Hindistanın əsas hissəsini də özünə tabe etdi. Demək, tezliklə Şimali Hindistanın əsas hissəsini də özünə tabe edibdi. Kim? Babur. Haranın? Şimali Hindistanın əsas hissəsini. Böyük Moğol dövləti mərkəzləşdirilmiş feodal monarxiyası idi. Deməli, Böyük Moğol dövləti Dehlidən fərqli olaraq mərkəzləşmiş dövlət olubdu. Məsələn, Albaniyada mərkəzləşmiş dövlət olubdu. Hökmdar qeyri-məhdud hakimiyyətə malik idi. İşğal olunmuş bütün torpaqlar dövlət torpaq fonduna daxil edilirdi. Bu torpaqlar xalisə adlanırdı. Xalisədən şərti torpaq cagir verilirdi. Deməli, işğal olunmuş bütün torpaqlar dövlət torpaq fondudur. Həmin o dövlət torpaq fonduna daxil edən torpaqlar xalisə adlanır. Xalisədən də şərti torpaq olan cagir verilirdi. Məsələn, biz öyrənmişdik, ərəblər dövründə iqta, Sasanilərdə xostac. İndi də burada öyrənirik cagir. Demək, Moğolda cagir, şərti torpaq sahibliyidir. İqtadan fərqli olaraq cagir böyük ərazilərə əhatə edirdi. Cagirlərin çoxu müsəlman idi. Dövlətə tabe edilmiş və xərac verən Hind knyazların şəxsi torpaqları zəmindarlıq adlanırdı. Deməli, şərti torpaq cagirdir, amma dövlətə tabe edilmiş və xərac verən Hind knyazlarının şəxsi torpaqları zəmindarlıq adlanırdı. Sufi şeyxlərinin, müsəlman ruhanilərinin irsən keçən və vergidən azad olan torpaqları soyurqal və ya mülk adlanırdı. Deməli, soyurqal Moğolda da mövcud olubdu. Ağqoyunlu, Qaraqoyunlu, Moğol, Sufi şeyxlərinə verilməyi Səfəvilərdə də olubdu. Dehli sultanlığından fərqli olaraq Böyük Moğol şahları İslam dini zorla yaymağı düşünmürdülər.
Hətta biz Babur Şahın dövründə gördük ki, ölkədə cizyə də ləğv olunur. Demək, cizyəni ləğv edən hökmdar kimdir? Babur Şahdır. Cizyə nə vergisi idi? Can vergisi. Artıq hinduslar hakimiyyətin ən yuxarı vəzifələrinə qədər xidmətə buraxılırdılar. Yəni milləti siyasət yeritməyiblər də, hindlilərlə müsəlmanlara eyni yanaşıblar. Dövlətin qızıl əsri bayaq dediyi Əkbər Şahın dövrüdür. O hakimiyyət dövründə hindusların dini etiqadlarına, adət-ənənələrinə hörmətlə yanaşdı. Dövləti daxilən möhkəmləndirməklə məşğul olan Əkbər Şah bütün ölkə üçün vahid qanunlar müəyyənləşdirdi, vahid çəki və ölçü sistemi yaratdı. Vergi sistemini nizama saldı. Demək, vahid çəki, ölçü, vergi sistemini elə nizama salan kim olub? Əkbər Şah və bu kimdə də olubdu eynən. Məsələn, Sinşuxanidə deyirdik, məsələn, Məlik Şahda deyirdik. Əhalidən yığdıqları məhsulun 1/3 qədər vergi alınırdı. Ölkənin mərkəzi əyalətlərindən kəndlilər vergini pulla verməli idilər. Bu da ölkədə bazar münasibətlərinin inkişafını sürətləndirirdi. Deməli, imperator vergi yığılmasını özünün ən etibarlı feodallarına, yəni cagirdarlara tapşırmışdı. Ən etibarlı feodalları kimdir? Cagirdarlar. Hər cagirdar yığdığı vergi hesabına muzlu qoşun və döyüş filləri dəstəsi saxlamalı idi. Fəal işğalçılıq siyasəti yürüdən Əkbər Şah Gucaratı, Benqaliyanı, Kəşmiri tutdu və tezliklə Şimali Hindistanda Mərkəzi Hindistanı, müasir Əfqanistanın bir hissəsini özünə tabe elədi. Baxın, biri var Əkbər Şahın daxili siyasəti, biri var xarici siyasəti. Ölkədə qanunlar toplusu və yaxud da ki, vergi sistemi, bunlar onun daxili siyasətdir, ölkənin daxilində eləyir. Amma gedib də işğalçılıq siyasəti həyata keçirməsi, ərazisini genişləndirməsi, yəni Gucaratı, Benqaliyanı, Kəşmiri tutmaq, Şimali Hindistanı, Mərkəzi Hindistanı, müasir Əfqanistanın bir hissəsini özünə tabe eləmək bu Əkbər Şahın xarici siyasətdir. Əkbər Şahdan sonra onun varisləri imperiyanın ərazilərini daha da genişləndirdilər və hakimiyyətlərini demək olar ki, bütün Hindistana yaya bildilər. Deməli, Əkbər Şah bütün Hindistana yaymayıbdı. Sadəcə olaraq Şimal və Mərkəzi Hindistana yayıbdı. Amma varisləri demək olar ki, bütün Hindistana qədər yayıbdılar. Bununla yanaşı tədricən cagirdarların yüksək torpaq sahiblərinə çevrilməsi və mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində ölkədə yüzlərlə müstəqil hakimlər meydana gəldi. 18-ci əsrdə dövlət dağılmağa başladı. Demək, dövlət nə vaxt dağılmağa başladı? 18-ci əsrdə. Burada mənbədə də 1575-ci ildə Əkbər Şahın paytaxtda ibadətxana yaratmağından, müzakirədə də iştirak edən şah və öz simasına dini dünyəvi hakimiyyətin, şah və imam hakimiyyətinin vahidinə can atmağından bəhs olunubdur ki, bunu da oxuyarıq. Çünki Əkbər Şah özünü müctəhid, dini işlərdə ali şəxs kimi tanınmışdı burada.